Sərxan, tabisiz mürəkkəb cümlədə məna əlaqələrini tapırıq. Ata televizora baxır, ana şam yeməyi hazırlayır, uşaqlar dərslərini oxuyurlar. Eyni zamanda baş verir zaman əlaqəsi. Doğrudur. Əsas işləri qurtardı, sonra yeni vəzifələrin Ardıcıllıq icrasına. əlaqəsi. Afərin sənə. Nəsə dedi, yaxşı başa düşmədim. Qarşılaşdırma əlaqəsi. Doğrudur. Hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz. Qarşılaşdırma əlaqəsi. Doğrudur. Nə uşaq anasına bir söz deyir, nə də anası danışırdı. Zaman əlaqəsi. Düz. Müəllim yeni dərsi izah edir, şagirdlər diqqətlə qulaq asırdılar. Zaman əlaqəsi. Doğrudur. Ailənin bütün ağırlığı onun çiynində idi. Nöqtəli vergül, ev işlərini də görür, çöl işinə də gedirdi. Aydınlaşdırma əlaqəsi. Doğrudur. Nə o bunu bilirdi, nə də mən ona bir söz dedim. Zaman əlaqəsi. Doğrudur. Ev istidir, bayır soyuq. Qarşılaşdırma əlaqəsi. Doğrudur. Həyətdə daşlar düzüldü, böyük ocaq qalandı, qazan asıldı, aşpazlar əl-ayağa düşdülər. Zaman əlaqəsi. Doğrudur. Dağ-dağa qovuşmaz, adam adama qovuşar. Qarşılaşdırma əlaqəsi. Doğrudur. Düzün ortasından fit verildi. Səs bir də təkrar olundu. Sonra qatar dayandı. Ardıcıllıq əlaqəsi. Doğrudur. Nə müəllimlər danışdı, nə də valideynlər məsələyə fikir bildirdilər. Zaman əlaqəsi. Afərin sənə. Ədalət ölkəni azad, zülmkarlıq bərbad edər. Qarşılaşdırma əlaqəsi. Doğrudur. Gecə yarısı uşaqlar söhbət edir, ana corab toxuyurdu. Zaman əlaqəsi. Doğrudur. Tuncay bərk susamışdı, ancaq stəkandakı suyu içməyib yerə boşaltdı. Sadə cümlə. Afərin sənə. Müəllim vəziyyəti ətraflı izah edir, valideynlər diqqətlə qulaq asırdılar. Zaman əlaqəsi. Doğrudur. Səbir acıdır, meyvəsi isə şirin. Qarşılaşdırma əlaqəsi. Afərin, çox sağ ol Sərxan.